Bismillahirrahmanirrahim. Değerli izleyiciler, bu videonu bir izleyək, sonra buna şərh verək. Allah Teala orada buyurur ki, İnnəmə yalnız valiyakumallahu sizin rəhbəriniz Allahdır, Rəsuludur və iman gətirən şəxslərdir. Onlar namaz qılarlar. Onlar rəhbər deyil, bak orada rəhbər deyil. Sizin himayədarınız, dostunuz, himayədə orada rəhbər söz getmir. Hə, yaxşı. Muni, sənin tərcüməni mən götürsəm, sən Munisin tərcüməsindən götürsəm, orada innəmə tərkid halı gəlir. Hə. İnnəməyə əsasən mənim yalnız dostum, ruku halında zəkat verən insanlar olmalıdır. Çünki orada xüsus babı gəlir. Sənin dostların hamısı ruku halında zəkat verə bilər ömürlərinə bir dəfə? Yox, qaqam, o söhbəti eləyərik, o problem deyil. Deyən şey o söhbətin içindəyik. Sən deyirsən ki, orada dost mənası gəlir. Mən əsas sual qaytarıram. Yox, bax, cavab verirəm mən. Onlar siz istəyirəm, mən cavab verirəm. Onlar, mən cavab vermək istəyirəm. Buyur. Əhl-i sünnətdə bu şey sizlərə bəllidir ki, buradakı rükûla zəkat vermək təslim olaraq zəkat verməkdir. Ha, sizlərdəki məna və dilçiliyin əsas qaydası əgər oradakı rükûla zəkat vermək rükû, yəni namazın özündəki içindəki rükûda zəkat verməkdirsə və bunu Allah Azza və Cəllə şərt qoyursa və sənə görə də yalnız sənin dostun rükûla zəkat verəndirsə, onda İmam Əli ibn Əbu Talibdən başqa olan 12 imamdan 11-incisi hansı rükûla zəkat verib ki, onlar da sənin dostun olsun? Yəni gördüyünüz kimi burada Maidə surəsi 55-ci ayənin izahından və şən-i nüzulundan kimə aid olması barədə müzakirələr gedir. Və burada bizim əhl-i şiə qardaşımız onlara yetərincə cavab verir, amma bir yerdə onların priyomuna qurban olur. Yəni bu vəhabilər, sələfilər və özlərini əhl-i sünnə vəl cəmaə adlandıranlar həmişə belə bir priyom işlədirlər ki, mövzunu başqa istiqamətə yönəldib hədəfdən qaçsınlar. Burada da bunlar yəni vəli kəlməsini rəhbər deyil, dost mənasında izah edirlər və sonra da ittiham edirlər ki, bəs əgər belədirsə onda imamlar rükuda zəkat verməyib deyə sizin dostunuz deyilmi? Aha, qayıdır bu məsələ. Bunların bu sualının verməsi özü təsdiq edir ki, burada vəli kəlməsi dost yox, rəhbər mənasındadır. Əgər siz dediyiniz kimidirsə, onda məgər Ömər sizin dostunuz deyilmi? Əbu Bəkir, Osman, İmam Həsən, Muaviyyə, digər həzrət dediklərini sizin dostunuz deyilmi? Axı onların heç biri rükuda zəkat verməyib. Bəs bu iddianın özü təsdiq edir ki, vəli kəlməsi dost deyil, rəhbər mənasındadır. Çünki orada qeyd olunduğu kimi iddia olunur ki, sizin rəhbəriniz yalnız bu şəxslərdir. Yəni rükû halında zəkat verməyən sizin rəhbəriniz deyil. Bu bir mənada, bu bir mənalı olaraq bunu qeyd edir. Əgər dost mənası olsaydı, onda bütün səhabələrin dostluğu sual altına gedərdi. Və digər məsələ budur ki, baxın, əgər dost olsaydı, onda Quran təbiri ilə dosta itaət eləmək bizə vacib olurdu. Necə ki, ayədə Allah buyurur ki, Ətiullah və ətiur rasul və ulul əmri minkum. Allahdan, Peyğəmbərdən və sizə hakim olan dostlarınızdan itaət edin. Ulul yəni övliya sözünün, vəli sözündən alınma bir kəlmədir ki, bu da birbaşa rəhbər mənasına gəlir ha bu. Əgər rəhbər olmasaydı, onlar dosta itaət eləmək bizə vacib olardı. Və özünüz deyirsiniz, Allahdan qeyrisinə itaət eləmək şirkdir. Onda Quran ayəsini inkar edirmisiniz? Yəni bu ayə də onu göstərir ki, vəli kəlməsi həmən ayədə Maidə 55-də birbaşa rəhbərin təyinatına aid olan bir məsələdir. Ayənin şən-i nüzulunda da bunu əhl-i sünnə mənbələri özləri təsdiq edir ki, bu ayə nazil olandan sonra Peyğəmbər əleyhissalam dedi ki, həqiqətən Əli məndən sonra sizin aranızda mənim vəlim, vəsim və xəlifəmdir. Bu da ayənin şən-i nüzuludur. Əhl-i sünnə mənbələri bunu ciddiyyətlə təsdiq edirlər. Bir daha bu onu göstərir ki, bunlar imamlarını tanımırlar. Əgər bunlar bu ayəni inkar eləməklə, rəhbəriyyət məsələsini inkar eləməklə Əli əleyhissalamın imamətini inkar edirlər. Əli əleyhissalamın vilayətini inkar edirlər. Və Allahın Rəsulü bunlar haqqında belə buyurub. Mən matə və ləm ya'rifu imamə zəmanəhu matə meyyitətən cahiliyyətən. Hər kəs ölə və zəmanəsinin imamını tanımaya
cahiliyyət dövründə ölmüş kimidir. Yəni kafir kimi ölmüş kimidir. Bunlar da İmam Əli əleyhissalamın vilayətini tanımadığı üçün və onu qəbul etmədiyi üçün cahiliyyət dövründə ölən kafirlər kimidirlər. Vəssalamu aleykum və rəhmətullah.